Atalar burada nə deyib Xeybər? Sən saydığını say, gör sənin evə nə qədər sayırlar. Həqiqətən də çox münasib evlər. Yəni həmişə məndə olub. Yenə də sizin üçün Hövsanda 4 otaqlı evi neçəyə çıxartmışıq Xeybər? 62.000 manata. Eşitmisən bu qiyməti? Sən o vaxt işləyəndə bu qiymət yox idi. Getdin əsgərliyə gəldin, qardaşın hələ də ucuz ev satır. Hələ də bəyənmirlər bu videonu. Bir dənə bu videonu bəyənin də. Sizə bundan artıq nə edək? 62.000-ə 4 otaq Hövsan şəhərcik, 1-ci küçə. Belə yanı da boşdur, arxası da boşdur. Həyəti də ki, maşallah 1.8 sotun içində. Həyətində belə kladovka da eləyə bilərsən, həyət tualeti də eləyə bilərsən. Daha tam göstərmir yaxşı. Ventili də var həyətdə. Bunların hamısı rasxotdur, bunların hamısı pıldır. Hövsanda bu qiymətə ev yoxdur. Gəl bura, gəl göstərək. Evimizin bir dənə nəyi qalıb? Təmir işləri qalıb. Daxil oluruq sağda bax belə gördüyünüz kimi. Zaldelə, qəşəng. Düzəldi özün üçün. 1.8 sotun içindədir. Hardasa 100 kvadrat. Biraz 100 kvadratdan da artıq ola bilər evimiz. Bura mətbəx. Kanalizasiya trubası filan hər şey verilib evə sistem. Laminat olacaqdı bura. İndi ona görə belə yüngülvari pol vurulub, üstündən laminat vurulmaq üçün. Şəxsi tikilidir. Qeyd edeyim, yəni tam keyfiyyətli, şəxsi tikili bir evdir. 3 dənə yataq otağı var, bir dənə zalı, hamam tualeti, kuxnası. Patolog işlər görülüb, yığılıb patologu. İndi alçıpan bir dənə o işlər qalıb. Hardasa bir olar olmaz 10.000 zat xərci var. 12.000 xərci var. Hamam tualet nazarmış. Və burada da bir dənə yataq otağımız yerləşir. Fırlan gel evinə itinə, mənə çəkmə. Fırlan gel itinə. Çıxanda deyinə. Dəyərli müştərilərin, bu evimizin qiyməti dediyim kimi 62.000 manat, real müştəriyə cüzi endirim olacaqdı. İnsafla da indi. Belə pısmasın. Bilirsiniz də bu qiymət heç 3 otaq yoxdur bu dəqiqə. Əsas yoldan 50 metr arası var. Hövsandan Türkana gedəndə şəhərci deyilən ərazi. Türkana deyib çıxmırsan, prosta istiqaməti deyirəm. Yəni nanəli restoranına çatmamış Daş bazarının yanında, Qum bazarının yanında 62.000 manata bu gözəl evimizdir. Kommunallardan da ki su çəkilib, qazla işıq qalıb. Gəlin, alın özünüz üçün qəşəng düzəldin, yaşayın. Hələlik.